biz modul işarəsi daxilində dəyişən olan bərabərsizliyə baxasıq. Yəni topudan birinci sualdan başlayırıq. Deyir ki, x modulda x təbii ki 4 ilə 12,5 arasında, 10,5 arasında yerləşir. Ən böyük və ən kiçik tam həllərinin hasilini tapın. Bunun ən kiçik tam həlli -12-dir, ən böyük tam həlli 12-dir və bunların hasili -144-ü verir. Burada uşaqlar unutmayın, modul həm müsbət alır, həm mənfi alır. Deməli 4 ilə 12,5 arasında hansı ədədlər var? 5, 6, 7, 8 ta 12-yə kimi. Bəs eyni şəkildə onların mənfisi də var. -5, -6 ta -12-yə kimi. Bu zaman ən böyük və ən kiçik deyəndə bunlar nəzərdə tutulur. Keçək ikinci suala. İkinci sualda nə deyir? Deyir ki, modulda x üstəgəlsin 3 böyükdür 1-dən. Bərabərsizlik həll elindir. Birincisi unutmayın, modul 2 cür açılır. Birinci olduğu kimi x üstəgəl 3 böyükdür 1-dən, x böyükdür -2-dən. İkincisi isə modulu uşaqlar saxlayırıq. Digər tərəfi, baxın işarəni də dəyişirik, digər tərəfin işarəsini də dəyişirik. Bu zaman bunu bu tərəfə keçirəndə x kiçik olacaq -4-dən. İndi bizə nə deyir? X -2-dən böyükdür. -4-dən kiçikdir. -2-dən böyükdür. -4-dən kiçikdir. Və bizə deyir ki, uşaqlar neyinin? Bərabərsizliyi həll edin. Bu mənfi sonsuzluq -4
həll eləyin də. Deməli, indi burada biz bildik ki, modul necə açılırdı? Bir dəfə özü kimi, bir dəfə də əksinə. Gəlin bir dəfə özü kimi açaq. X kvadratı minus 4x minus 5 bölüdü 0-dan. Bu o nədir ki, cəmi 4 eləyir, hasili mənfi 5. Təbii ki, 5 ilə mənfi 1. Cəmi 4 eləyir, hasili mənfi 5. Deməli, bu x minus 5-dir. Bu da x plus 1 bölüdü 0-dan. Aralığı çəkirik. 5-i və mənfi 1-i qeyd eləyirik. Daha sonra müsbət, mənfi, müsbət yazdıq. İndi bir də modulu necə açırdıq? Dedik mənfi kimdə? Yəni x kvadratı üstə gəl 4x minus 5 kiçikdir 0-dan. Bu da eləyəcək nə? O nədir ki, cəmi şey eləyir, mənfi 4, hasili mənfi 5, mənfi 5 ilə 1. Bu da olacaq x plus 5, x minus 1, böyük kiçikdir 0-dan. Aralıq olacaq 1 kökü mənfi 5, 1 kökü 1, müsbət, mənfi, müsbət. Bizə mənfi aralıq lazımdır. İndi bu ikisini birləşdiririk. Deməli, bunu necə birləşdirəsirik? Gətiririk, deməli, mənfi 1-i yazırıq, mənfi 5-i yazırıq, sonra 1-i yazırıq, 5-i yazırıq. İndi mənfi 1-dən aşağını götürə bilərik. Müsbətlərdən bir də nəyi? 5-dən yuxarını. Bu 1. Digər üçün nəyi götürürdük? Bəs mənfi 5 ilə 1 arasını, yəni buranı. Və hər ikisinin kəsişdiyi aralıq hara olur? Mənfi 5-dən mənfi 1-ə, mənfi 5-dən mənfi 1-ə. Nəsə gözdən qaçmadı ki, baxaq görək. Üzr istəyirəm uşaqlar, burada işarəni 0-dan böyük götürməli idim. Ona diqqət eləməmişik, ona görə. Aha. Deməli, burada 0-dan böyük götürəndə olacaq nə? Dedik, aralığı çəkirik. İndi gəlin x-in 1 çəkim aralığı ən yaxşısı. Buradan çəkək. Deməli, birinci həll üçün tapdıq ki, nədir? Mənfi 1-dən 5-ədir. Mənfi 1-dən bu tərəf və 5-dən bu tərəfə idi. İkinci aralığımız üçünsə, qara ilə yazacağım. Mənfi 5 və 1. Burada da yenə uşaqlar mənfi 5-dən 1-ə yenə olacaq müsbət, mənfi, müsbət. Bizə qıraq aralar lazımdır. Yəni bu hissə və bu hissə. İndi burada hər ikisinin olduğu nədir? Mənfi sonsuzluqdan mənfi 5-ə kimi gəlir. Birləşir 5 müsbət sonsuzluqda hər ikisinin aid olduğu olacaq nə? A variantında. İndi 14 nömrəli sualdır. Bunun eynisidir uşaqlar. Gəlin onda 14-də də baxaq. Görək orada nə istəyir bizdən. Burada da bir dəfə necə özü kimi açaram. X kvadrat üstə gəl 3x modulda çıx 4 kiçikdir bərabər 0. İndi bir dəfə özü kimi açanda x kvadrat plus 3x minus 4 kiçikdir 0-dan. Bir dəfə də x kvadrat çıx 3x minus 4 böyükdür 0-dan. Bunun kökü nədir? Bir kökü, deməli, baxırıq. Mənfi 4 1-dir. Bir kökü də 4 mənfi 1-dir. Aralığı çəkirik. Deməli, mənfi 4-ü 1-i qeyd edirik. Bir də digərini qeyd edəsik. Hələ ki bunu yazaq. Burada işarələyəndə uşaqlar müsbət, mənfi, müsbəti və bizə orta aralıq lazım olur. İndi bir də digərinə baxırıq. 4 mənfi 1. Deməli, mənfi 1 haradasa burada yerləşir. 4 də burada yerləşir. Və aralığı çəkirik. Yenə müsbət, mənfi, müsbət olacaq. Və hər ikisinin mənfi olduğu, yəni hər ikisinin düşdüyü aralıq mənfi 1-dən 1-ə kimi olan aralıqdır. B variantı 14-də. Keçək indi 15 nömrəli suala. 15 nömrəli sualda necə işləyəsirik uşaqlar? Deməli, buradakı minus 2x o tərəfə keçirdim. Sonra modul bir dəfə olduğu kimi açıram. Bir dəfə də dedik ki, neyinirik? İşarəsini və qiymətin işarəsini dəyişirik. Burada nə yaranır? Deməli, x kiçik, bu x-də bir tərəfə keçirirəm. x çıxılsın 2x kiçikdir 2 üstə gəl 4-dən. Mənfi x kiçik bərabərdə 6-dan, x də böyük bərabərdə 6-dan. Burada isə olacaq bunu bu tərəfə keçirəndə 3x böyük bərabərdir mənfi 2 plus 4-dən. 3x böyük bərabərdir 2-dən, x də böyük bərabərdir 3-də 2-dən. İndi nədir uşaqlar? Həm 3-də 2-dən böyükdür, 3-də 2-dən, həm də 6-dan böyükdür. O zaman hər ikisinin aid olduğu ərazi üzü bu tərəf olduğu üçün nə götürülürdü? Kəsişmə götürüldü. Yəni 6 müsbət sonsuzluq. 6-dan böyük, kiçik. Burada işarə. Aha. Bərabərsinin ən kiçik tam həllini bizdən istəyir. Daha doğrusu yox, birləşmə götürürdü. 3-də 2 müsbət sonsuzluq. Bu da 3-də 2 müsbət sonsuzluqda hansı olur ən kiçik? 1 olur təbii ki. İndi keçirik 16 nömrəli sualı işləməyə. 16 nömrəli sualda nəyə baxasıq? X kvadratı çıx 2x minus 15 kiçikdir x minus 5-dən.
Bir dəfə olduğu kimi açdım. Bunu bu tərəfə keçirərəm hər ikisini. X kvadratı çıx 2x çıx 15 çıx x plus 5 kiçikdir 0-dan. X kvadratı çıx 3x üstə gəl 10 kiçikdir 0-dan. 5-dən 2-dir bunun kökü, amma bir kökü mənfidir, mənfi 2. Yox, olmur. Mənfi 2 olmur. Hə, olur. Çıx 10-dur bu. Tamam. İndi buranı tapdıq. X minus 5, x plus 2 kiçikdir 0-dan. Arağı çəkirik. Mənfi 2-ni 5-i qeyd edirik. Müsbət, mənfi, müsbət olacaq. Mənfi olan arağı götürdük. Bu 1. Mənfi 2-dən 5-ə kimi. İndi bir də uşaqlar modulu necə açırdıq? Modulu açırdıq, dedik mənfisi ilə. Yəni işarəni dəyişirik. X kvadratı çıx 2x minus 15 böyükdür. X minus 5-dən. Tabii ki qabağında mənfisi ilə. Bu da olacaq x kvadrat çıx 2x minus 15 böyükdür. Mənfi x plus 5-dən. Bunları bu tərəfə keçirəndə x kvadratı çıx x çıx 20 böyükdür 0-dan. Bunun da kökü 5 ilə mənfi 4 olacaq. Deməli 5 ilə mənfi 4-ü də çəkərəm. Mənfi 4, 5-i. Arağı qeyd eləyərəm. Müsbət, mənfi, müsbət. Bizə hara lazımdır? Müsbət olduğu aralıq. Yəni olacaq hara mənfi sonsuzluqda, mənfi 4-də, 5-də müsbət sonsuzluğu. İndi bunların kəsməsini götürməliyəm. 5 hər ikisində var. Bir də bura oldu mənfi 2. Deməli, burada olacaq hansı ərazi? Hər ikisinin olduğu ərazi mənfi 4-dən mənfi 2 olan ərazidir. Yəni C variantı. Kəsişmə olaraq götürəndə dedik ki, cavabımız nə çıxır? C variantı. Ödəməyən deyir aşağıdakı sualda isə, burada da ödəməyən deyirsə, onda nəyə baxasıyıq uşaqlar? Məsələn, 17-ci cavablarına da getmək olar. Deyək ki, heç tapamırsan, cavabı yerinə qoyub tapa bilərsən. Amma yenə də baxaq. Birinci olduğu kimi açarım 17-də. X minus 2 kiçikdir x kvadrat çıx x minus 2-dən. Bu da eləyir x kvadratı bombonu keçirəndə çıx 2x, bombonu keçirəndə olur 0, kiçikdir 0-dan, böyükdür 0-dan. Bu da x vurulsun x minus 2 böyükdür 0-dan. Bunun bir kökü 0-dır, bir kökü 2-dir. 0-ı və 2-ni qoysaq, olacaq müsbət, mənfi, müsbət. Bizim aralığımız olası da 0, mənfi sonsuzluq 0, 2 müsbət sonsuzluq. Ödəməyən deyirsə, deməli 0 ilə 2-nin arasında olan bir qiymət götürməliyik. Bu da olacaq 1, D variantı ola bilər. Hayır, sayını istəyir. Bu 1. Bir də modulu necə açırdıq? X minus 2 böyükdür. Mənfi x kvadratı plus x plus 2-dən. Bunun boyunu keçirəndə. X kvadratı bunlar gedəcək. Çıx 4 böyükdür 0-dan. Bu da elə x minus 2, x plus 2 böyükdür 0-dan. Arağı çəkirəm. Mənfi 2-ni, müsbət 2-ni qeyd eləyirəm. Və olur müsbət, mənfi, müsbət. Bizə müsbət aralıq lazımdır. Deməli, yuxarıda cavab oldu. Mənfi sonsuzluq 0, 2 müsbət sonsuzluq. Aşağıda cavabımız oldu. Mənfi sonsuzluq, mənfi 2. 2 müsbət sonsuzluq. Deməli, 2-dən yuxarıları heç biri üçün baxmayacağım. 0 ilə mənfi 2 arasında olan ədədlərə baxacağım. 2-dən kiçik 1 var. 0 olmaz. 2-nin özü olmaz. Daxil deyil. Və mənfi 2 olmaz. Və salam 4 dənə həll E variantı. Keçirik 18 nömrəli suala. 18-ci sualda bəs bizdən nə istəyir? Deyir ki, bərabərsinin neçə tam həlli var? Birinci modul necə açılırdı? Olduğu kimi 5 böyükdür x minus 7 böyükdür 8-dən. Bir dəfədən mənfi 8, x minus 7, mənfi 5. Bu belə açılır. Yuxarını işləyəndə x 7-ni 10-a keçirəm 15, 7-ni boyuna keçirəm elə 2. Burada 7-ni 10-a keçirəm 2, burada 7-ni boyuna keçirəm elə mənfi 1. Neçə tam həlli var? 2-dən 15-ə və mənfi 1-dən 2-yə kimi. Neçə dənə həlli var? Üzr istəyirəm, burada 5-in üstünə 7 gələndə 12 yazmaydım, çarpı 2 yazmışam. Aha, neçə tam həlli var deyir indi. 1-dən 2-yə kimi heç bir ədədimiz yoxdur, amma yuxarıda 12-dən 15-ə kimi 13 var, 14 var. Aşağıda mənfi 1-dən 2-yə kimidir, 1 görmüşəm. Burada da 0 var, 1 var. 4 dənə tam həlli var. Aşağıda 19-u keçir indi. Bir dəfə olduğu kimi açıram. 4, x minus 6, 7. Buradan x bərabər olur 13 ilə 10-a. 13 ilə 10 arasında nə var? 11, 12, 2 dənə. Bir dəfə də tərsini açıram. Mənfi 7, x minus 6, mənfi 4. X da olacaq 2 ilə mənfi 7-nin üstünə 6 gələndə eləyəcək mənfi 1. Mənfi 1 arasında 0 var, 1 var. Yenə neçə həlli var? 19-da. 4 həlli var, amma cəmini istəyir bizdən. 11 üstə gəl, 12 üstə gəl, 0 üstə gəl 1. Bu da eləyəcək neçə?
23, 24. 24 həll. Keçək 20 nömrəli suala. 20 nömrəli sualda uşaqlar bir şey fikir verin. Deyir ki bizə x minus 2, 3 minus x böyükdür sıfırdan. Məxrəc zaten modulda müsbətdir. Deməli, bir dənə 3 alanmaz. Buna diqqətli olun. Olmaz 3 kökü. Çünki məxrəc sıfır olmaz. Deməli, x minus 2 böyükdür sıfırdan. X də böyükdür 2-dən. 2-dən böyük hansı ədədlər var? 3-ü də götürənmərəmsə 4, 5, 6 ta gedəcək. Ən kiçik neçə olar? Ən kiçik 4 olar. Digər uşaqlar, bax 4 kökünü alanmazsınız. Olmaz. Deməli, bu mənfi olması üçün x minus 5 mənfi olmalıdır. Yəni, x 5-dən kiçik olmalıdır. 4 də olması ən böyük hardan başlayacaq? 3-dən başlayacaq. 22 nömrəli sual uyğunlaşdırmadır. İşləyək. 22-də birincisini. X üstə gəl 5 böl x minus 1 sıfırdan kiçikdir. Bunun kökləri nədir? 1 kökü 1-dir. 1 kökü mənfi 5-dir. Mənfi 5 kökü olan götürülür, 1 kökü götürülmür. Arağı çəkirik. X-lər birinci gəldiyi üçün müsbət, mənfi müsbət olacaq. Mənfi olan aralıq mənfi 5-dən 1-ə kimidir. 1 daxil deyil, mənfi 5 daxildir. Bizə deyir ki, indi tam əllərinin cəmi olacaq mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0. Bunların cəmi də bizə verəcək mənfi 15-i. Birə uyğun gəldi A variantı. İkincisinə baxırıq. Bir də C-yə baxın. Tam həllərin sayı 6-dır. Say 1, 2, 3, 4, 5, 6. Birə A, C. İkincisini işləyirik. Modul necə işlənir? X minus 5 kiçikdir 2-dən, x minus 5 böyükdür mənfi 2-dən. X böyükdür 7-dən, x böyükdür, kiçikdir 7-dən, x böyükdür mənfi 3-dən. Daha doğrusu müsbət 3-dən. 3-dən böyük 7-dən kiçik hansı həllər var? 4, 5, 6. 3 dənədir həlləri. B variantı uyğundur. İkincisi, digəri diskriminantın kökünü taparam. 9 çıxılsın, 5 vur, 4, 20. Bu da mənfilir. Diskriminant sıfırdan kiçikdirsə həlli yoxdur deyirik. Ya da əgər sıfırdan böyükdür deyirsə, bütün həllər çoxluğunda həlli var. Y variantı uyğundur. Digərini işləyirik. İndi modul necə işlənir? X minus 2 kiçikdir 4-dən, x kiçikdir 6-dan. Bir də x minus 2 böyükdür mənfi 4-dən, x böyükdür neçə olacaq bu? Mənfi 2-dən. İndi birə hansı uyğun gələcək? Ən kiçik tam həlli mənfi 1-dir. Y variantı. İkinciyə baxırıq uşaqlar. Necə açılır? 1 tam 3-də 2 ilə 5 arasında hansı ədədlər var? 2, 3, 4, 5. Bir də mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5. Ən kiçik tam həlli mənfi 5-dir. A variantı uyğundur. Bir də D variantı. 4 natural həlli var. Bəli, D variantı uyğundur. Üçüncüyə baxırıq uşaqlar. Bunun sürətləri eyni olması üçün bura 4 olmalıdır. Deməli, x neçə ilə 4 ilə 7 arasında yerləşir. 5, 6 ola bilər. Neçə həlli olacaq o zaman uşaqlar? Ən böyük tam həlli 6-dır. C variantı. Keçək 24-də. Yenə bərabərsizliklər üçün uyğunluq istəyir bizdən. Birincisi modul necə açacağıq? Olduğu kimi x minus 1 kiçikdir 6-dan. Bir dəfə də x minus 1 böyükdür mənfi 6-dan. X böyükdür 7-dən, x kiçikdir 7-dən, x böyükdür mənfi 5-dən. Ən böyük tam həlli 2 natural həlli var. Ən kiçik tam həlli mənfi 4-dür. C variantı uyğun gəlir 1-ə. Sonra nə variantı? Və salam, bir dənə C uyğun gəlir. İkinciyə baxırıq uşaqlar. 4 tam 6 tam arasında nə var? 5 tam 6 tam 2. Natural həlli 2 dənədir. B variantı uyğun gəldi. Sonra bir də nə uyğun gəlir? Ən kiçik tam həlli mənfi 6-dır. Y variantı. Üçüncüyə baxırıq uşaqlar. Sürətlər eyni olması üçün bura 4 olmalıdır. Onda olacaq bura 10-da 4. Burada 4 olması üçün bura olacaq 2-yə vurulanda 6. Deməli 10 ilə 6 arasında yerləşmə. 10 ilə 6 arasında hansı var? 7, 8, 9. Ən böyük həlli A. Və salam. Keçirik 25-ə. Bərabərsizlik üçün uyğunluq müəyyən edildir. Birincisi uşaqlar, bir də D variantı olacaq. Niyə deyirik? Çünki mənfidən kiçik olarsa həlli yoxdur. Mənfi 6-dan kiçik olmaz. Sonra baxırıq nəyə? A variantı uyğundur. A 0 olduqda həlli 6 olur. Bəli. A 0 olanda x 6 olur. Çünki həqiqətən x minus 6 kiçikdir 0-dan, kiçikdir bərabərdir. X də bərabər olacaq 6-ya. 0-dan kiçik olmur, amma 0 ola bilir. Bu getdi. İkinciyə baxırıq. Bu istənilən sonsuzdur. B variantı uyğundur. Çünki x minus 6 əgər A-nın 0 qiyməti olarsa, demək ki, 2-də B uyğun gələcək. Hər şey yəni ödəniləcək.
Daha doğrusu 2-də yox, 3-də B olacaq, çünki 0 da daxildir. Keçirik ikinciyə. A 0 olduqda mənfi sonsuzluq 6. Bəli, 0 kökünü alınmadığı üçün mənfi sonsuzluq 6, 6 müsbət sonsuzluq C variantı uyğundur. Vəssalam. E variantı heç birinə aid deyil. Keçirik 26-ya. Yenə burada da uşaqlar birincisi Y variantı mənfi olarsa, 0 olduqda həlli 4-dür. B variantı da uyğundur. İkincisində nə olacaq? Mənfi sonsuzluq 4, 4 müsbət sonsuzluq D variantı uyğundur. Çünki 4 alınmır və C variantı axırıncıya uyğun gəlir. Daha doğrusu A variantı 0 olduqda, 4 olduqda, yox 0 olduqda. Keçirik 27-yə. Uyğunluq müəyyən edilir. Birincinin kökləri uşaqlar 2 ilə 1-dir, elə deyil. Cəmi 3, hasılı mənfi 1 verir. Deməli, arağı çəkirik o zaman. Olacaq 1 kök 2, 1 kökü 1, 1 kökü 2. Müsbət, mənfi, müsbət. Bizə mənfi araq lazımdır 1 ilə 2 arası. Deyir, tam həlləri yoxdur. Onda 1-ə uyğun gələcək 27-də A variantı. Bir də uşaqlar D variantı. Ödənməyən ən kiçik natural ədəd 1-dir. Ödəməyən dediyi üçün bəli. Ödəyən desəydi götürənməzdik. İkinciyə baxırıq uşaqlar. Bu x plus 3-ün mörtəzə kvadratdır və bu həmişə müsbət olacaq. Olacaq nə? C variantı. Üçüncüsü uşaqlar. Bura həmişə modul müsbətliyə digər kökə baxırıq. X minus 2, x plus 2 və 0-ı da qeyd eləyək. Bunun kökü 1 kökü 0-dır. 1 kökü mənfi 2-dir, 1 kökü 2-dir. Arağı çəkəndə müsbət, mənfi, mənfi, müsbət olacaq. Çünki modul elə kvadrat kimi düşünün. Sağda solda eyni işarəli olur. Və bizə nə deyir? Tam həllərini sayını tap. Deməli, bu olur mənfi 1, 1, 0-da olamır. 2 həlli var. Tam həllərin sayı 2-dir. Y variantı uyğun gəlir. Keçirik indi növbətinə 28-ə. 28-də uşaqlar nə deyəcək? Birincisi uşaqlar, baxın, modul müsbətdir, kvadrat müsbətdir. X da 0-dan böyük bərabərdirsə, o zaman uyğunluğu müəyyən eləsək, nə deyə bilərik burada? Burada olacaq C variantı, mənfi müsbət sonsuzluq. Bilirsiniz niyə? X-in yerinə öz-özünə mənfi ədəd də qoysaq, zaten onun kvadratı ondan böyük olduğu üçün üzərinə gələndə o ifadəni neyini yazdı? Müsbətləşdirəcək. 1-ə C, 2-yə uşaqlar, bura müsbətdir, bura müsbətdir. Bu da 0-dan BD-də müsbət, üstəgəl müsbət, üstəgəl nə gəlsə müsbət olar. Deməli, mənfi olanmır, amma 0 ola bilər. Deməli, olacaq A variantı. Üçüncüyə baxırıq uşaqlar. Üçüncüdə də 0 kökünü alamır. Çünki 0-dan böyükdür. Ona görə olacaq mənfi sonsuzluq 0, 0 müsbət sonsuzluq. Keçək 29-a. Bərabərsizliyi həll edildir. Demək 29-u necə açasıyıq? 29-da deyərəm ki, modulda x kvadrat üstəgəl x kiçikdir 0-dan. Bura zaten müsbətdir. Demək bu hissə bir də bir şey var. Bir də bir şey var ki, uşaqlar, axı bu normal ədəd olarsa, BD-də bunu necə açaram? X kvadrat üstəgəl x kiçikdir 0-dan, x vurulsun x plus 1 kiçikdir 0-dan, bunun kökü 0-dan mənfi 1-dir. 0-ı da qeyd eləyərəm, mənfi 1-i də qeyd eləyərəm və sonra aralığı çəkərəm, müsbət, mənfi, müsbət olacaq. Bizə mənfi olan aralıq lazımdır, deyəcəm mənfi 1-0 arası. Vəssalam. Yəni belə yazacağıq. Digərində də yenə x çıxılsın, x-i çıxardıram və yazıram x çıxılsın 1 böyükdür 0-dan. Bunun kökü mənfi 1, müsbət 1 ilə 0-dır və işarələyirəm müsbət, mənfi, müsbət olacaq. Bizə indi nə istəyir? Deyir ki, müsbət olan aralığı. Deyəsiniz, mənfi sonsuzluq 0, 1, müsbət sonsuzluq. Yəni, olacaq bu şəkildə. Mənfi sonsuzluq 0 birləşir 1 müsbət sonsuzluqla. İndi keçək 31-ci sualı uşaqlar. Abunə olmağı unutmayın bu arada. Suallar azalıb və növbəti bölmələrdə vaxtında görə bilməyiniz üçün. Deməli, bunu necə işləyəcək? Modul necə açılırdı? Bir dəfə olduğu kimi x kiçikdir 2x minus x kvadrat. Bir dəfə də x böyük bərabərdir x kvadratı minus 2x.
Bunu açanda bunu bu tərəfə keçirəm. X kvadratı çıx x kiçikdir sıfırdan. Bunu bu tərəfə keçirəndə 2x çıx x kvadratı plus x böyükdür sıfırdan. Bu da eləyir x kvadratı üstə gəl 3x böyükdür sıfırdan. Hər tərəfi mənfi vuraq. X kvadrat çıx 3x kiçikdir sıfırdan. İndi bizə nə deyir? Bərbərbəstin tam həllərinin sayını tapın. Burada x-i çıxardanda x-la 1, bunun aralığı deməli 0 da daxildir, 1 də daxildir. Müsbət, mənfi, müsbət olur 0-dan 1 aralığı. Digərini işləyirəm. X minus 3 kiçikdir 0-dan. Aralığı çəkirəm, 0-ı qeyd edirəm, 3-ü qeyd edirəm və olur müsbət, mənfi, müsbət. Bunun da kökü 0-dan 3 aralığıdır. Hər ikisinin kəsişdiyi yer haradır uşaqlar? Hər ikisinin kəsişdiyi yer 0-dan 1 aralığıdır. Və burada nə deyir? Ən böyük həllini tapın. Ən böyük həlli 1 olacaq. Yox, 31-ə baxırdıq. Neçəyə baxırdıq biz? 31-ə baxırdıq. 31-də dedi, kəsişmə olacaq 0-dan 1 aralığı. Əssalam, keçək 32-yə. 32 də bunun eynisidir. Burada sadəcə 3 yazıbdır. Deməli, 32-də də nə edirəm? Bir dəfə olduğu kimi açıram. Hamısını bir tərəfə keçirirəm. X-i çıxardıram. Aralığı qeyd edirəm. Yazıram müsbət, mənfi, müsbət. Bizə lazımdır mənfi aralıq 0-dan 2 aralığı. Bir dəfə də modulda X-i mənfi açıram. O zaman işarələr dəyişir. Deyilir x kvadratı çıx 4x kiçikdir 0-dan, x minus 4 kiçikdir 0-dan, 0, 4-dür bunun kökü və olur müsbət, mənfi, müsbət. Burada da 0, 4 aralığını götürürük. Hər ikisinin kəsişdiyi 0-dan 2-dir. Bizə nə istəyir 32-də? Tam həllərinin sayını tapın deyir. Sayı neçədə nədir? 0-dan 2 arasında bir dənə 1 var. 1. Keçirik 33-ə. Modul necə açılırdı? Bir dəfə olduğu kimi açılırdı uşaqlar. Yəni x üstə gəl 1 böyük bərabərdir 2x plus 5-dən. Bunu da açanda bu hamısını bir tərəfə keçirərəm. Bu tərəfə keçirərəm. Olacaq x plus 4 kiçikdir 0-dan. X kiçik bərabərdir mənfi 4-dən. Bu 1. İkincisi modul necə açılırdı? X plus 1 kiçik bərabərdir mənfi 2x minus 5-dən. Bu da bu tərəfə keçirəndə 3x plus 6 kiçikdir 0-dan, x plus 2 kiçikdir 0-dan, x kiçikdir 2-dən, mənfi 2-dən. Всё. Mənfi 4-dən və mənfi 2-dən kiçikdir. Mənfi 2-dən kiçiklər və mənfi 4-dən kiçiklər. Bunun kəsişməsi nədir uşaq? Daha doğrusu birləşməsi nədir? Ağzı əgər sol tərəfədirsə uşaqlar birləşmə götürülür. Olacaq mənfi sonsuzluq 2. Ən böyük həlli nədir? Elə mənfi 2-nin özü. Keçirik 34-ə. 34 də bu tipdir uşaqlar. Deməli, nə edirik? Yazıram x minus 1 böyük bərabərdir 2x minus 5-dən. Bayaq ki, sualın eynisə də sadəcə işarə fərqlidir. Burada da x minus 1 kiçikdir bərabərdir. Mənfi 2x plus 5-dən. Gördünüz, hər şeyin həm işarəsi, həm qiymət dəyişir. Bunun boyuna keçirəndə olur x minus 4 kiçikdir 0-dan, x kiçikdir 4-dən. Bu da 3x plus 5-dən 1 çıxanda minus 6 kiçikdir 0-dan, x minus 2 kiçikdir 0-dan, x də kiçikdir 2-dən. Kiçikdir bərabərdir. İndi 4-dən kiçikdir, 2-dən kiçikdir. Ən kiçik nə ola bilər? Bunların birləşməsi 2, mənfi sonsuzluq 2 dedi. Olacaq ən kiçik 2-nin özü. Keçirik 35-ə. Modulda x minus 1, 2x kvadratı plus x minus 1 kiçikdir 0-dan. Gəl öncə buranın diskriminantını da bax. Diskriminant bərabərdir 4, üstə gəlsin 8, 2 vur 4. Bunun kökü var. Gəlin birlik onda. Deməli yazacağım ki, burada modulda x minus 1. Buradan da köklər nədir uşaqlar? Bunun bir kökü olacaq. Mənfi 1, bir kökü də 2-də 1. Alınacaq x plus 1. Digər də 2 qabaqda olacaq. Burada 2 vurulsun var. X minus 2-də 1. Kiçikdir bərabər 0-dan. İndi bir hala baxırıq. Birincisi. Deyərəm x 0-dan kiçik olsa. O necə açılır modul? Mənfi x minus 1. X 2 qabaqda var. 2 vurulsun.
x plus 1, x minus 2'də 1 kiçikdir 0-dan. Kiçikdir bərabərdir. Buradan mənfi təsir eləyəcək. Olacaq nə? 2 vurulsun x plus 1'in kvadratı. Bundan bu eyni şeydir. Çünki mənfi təsir elədi. X minus 2'də 1 böyük bərabər 0-dan. Bu da bizə nəyi verəcək? Bunun kökü nədir? Bura böyük olması üçün zaten bu həmişə böyük demək. Bura x böyük olmalıdır 2'də 1'dən. Və salam. Aha. İndi keçirik ikinciyə. Bu birinci halımız idi. Gəlin başa düşəsiz deyə hardan aldığımı daha dəqiq göstərim ki, siz çaşmayasınız. Bax uşaqlar, burada mənfini çıxardanda qalır mənfi 2, x plus 1, x plus 1, x minus 2'də 1. Burada da hər tərəf mənfi 2'yə böləndə qalacaq nə? X plus 1'in kvadratı, x minus 2'də 1 kiçikdir bərabər 0-dan. Məsələn, bunun kökü mənfi 1'dir, bunun kökü 2'də 1. Arağı çəkirik. Mənfi 1 daxildir, 2'də 1 daxildir, qeyd edirik. Və unutmayın, kvadratın sağda solda eyni işarə olur. 2'də 1'dən böyük bir ədəd qoyduqda müsbət, bunlar da mənfi olacaq. Deməli, bunun cavabı mənfi istəyir deyə bizdən olacaq mənfi sonsuzluq 2'də 1 aralığı. Bu 1. 2'də 1 də daxildir. İndi bir dəfə də x-in müsbət halına baxasıyıq. X böyükdür 0-dan. O zaman necə olur? Olduğu kimi açılır. Deməli, x minus 1, x plus 1 və x minus 2'də 1. Hər tərəfə 2'yə böldüm də. Bunda kökləri 1, mənfi 1, 2'də 1. Qeyd edirəm. Mənfi 1, 2'də 1 və 1'i. Hər üç kökü də daxildir. Arağı çəkirəm. Müsbət. 1'dən böyük qoyduqda. Məsələn, 2 qoyduqda müsbət. 2'də 1 ilə 1 arası bir ədəd qoyduqda yenə müsbət olacaqmı? 2'də 1 ilə 1 arası qoyduqda olacaq mənfi. Mənfi, müsbət, mənfi. Bizə mənfi aralıq lazımdır. Olacaq mənfi sonsuzluq. Mənfi 1, birləşir. 2'də 1, 1 arası. Üzü 0 tərəfi olduğu üçün biz burada cavab olaraq nəyə götürməliyik? Burada ama bir şey var. Bu ifadə mənfi sonsuzluq olamaz. Deməli, nə olacaq? Mənfi sonsuzluğu 0,5 2'də 1 müsbət sonsuzluq olan hissəni götürəcəyik. Mənfi işarəsini dəyişmişdi. Axı burada müsbət olmuşdu. Deməli, biz burada mənfini yox, bu hissədə müsbəti götürməliydik. 2'də 1 müsbət sonsuzluq. Bu qalır öz yerində. Çünki aşağıda da bu hissə var. Ona görə nə edirik? 2'də 1 müsbət sonsuzluqla 2'də 1 1'i qruplaşdırırıq. Deməli, bizim oldu cavabımız bir dəfə mənfi 1. Çünki zaten mənfi 1 gətirib burada modulda yerinə qoyunda şərt ödəyir. Digərində işləyəndə alınır 2'də 1 müsbət 1 aralığı. Vəssalam. Cavab bu olacaq. Biraz qarışdırıcı kimi görünür uşaqlar, amma 36 da bu tipdədir. Gəlmədən oranın aşağını silim, daha rahat belə işləyək. Siz tam olaraq nəyi başa düşmürsünüz, onu sizə izahını verim. Bu arada rəy bölməsində də yazmağı unutmayın, yəni nələr sizə çətin gəlir. Bu tip suallar biraz çətin gedir. O açıdan ilişməniz normaldır. Birinci nə edirik? 36'da. Modulu olduğu kimi açaq. X minus 2, deyirəm ki, x böyükdür 0'dan. 2x kvadrat üstə gəlir. X minus 6 kiçikdir bərabər 0'dan. Burada nə edirik? Olduğu kimi açanda bunun köklərini tapmalıyıq. X minus 2, bunun kökləri uşaqları düşünüb işləyəndə bir kökü 2 qabağa çıxacaq. Bu tip suallarda 2 qabağa çıxır. Bir kökü kəsr olur. X çıxılsın 2'də 3. Bir kökü isə normal x plus 2. Kiçikdir 0'dan. İndi burada nə edirəm? Aralığı çəkirəm. Və deyirəm bunun kökləri nədir? Bax, bu ikisini bir işləyəcəm. Bu modul hissəni ayrı. Bu modulu da 0'a çevirən kök 2'dir. Bu zaten alınacaq. Bu bizim cavabımızdır. 2. Biz bu tərəf tapmalıyıq. Burada aralıq nədir? Bir kökü mənfi 2'dir. Bir kökü isə 2'də 3'dür. Aralığı çəkirəm. İşarəni yazıram. Müsbət, mənfi, müsbət. Mənfi aralığı olur. Mənfi 2'dən 2'də 3'ə. İndi bu bir. İkinci. Deməli, burada cavab nə oldu? Mənfi olan hissə lazımdır. Mənfi 2'dən 2'də 3'ə kimi olanı götürürük. İndi ikinci hala baxırıq. X deyirik 0'dan kiçikdir. O zaman olur mənfi x minus 2 və x minus 2'də 3 2x.
x plus 2. Kiçikdir bərabər 0-dan. Bax, bu mənfi bu tərəfə vuranda x plus 2, bu da görəm eynidir, x plus 2. Burada olur 2x minus 3, böyükdür bərabər 0-dan. Bunun kökləri nədir? Bir kökü x plus 2-nin kvadratdır axı. Digər də bu şəkildə. Bunun bir kökü mənfi 2-dir. Burada isə bir kökü də nədir? Bir kökü də 3-də 2-dir. 2-də 3-dür. Arağı çəkirəm. Müsbət, mənfi, müsbət. Daha doğrusu yox. Müsbət, mənfi, mənfi. Bizə lazım müsbət isə, deməli 2-də 3-dən müsbət sonsuzluğa doğru. İndi hər ikisinin kəsişdiyi hissəyə baxmalıyıq. Yəni belə, bu isə biraz sizə çətin gələ bilər. Həqiqətən də biraz baş qarışdırıcıdır. Başqa bir üsul ağlıma gəldi. Deyirəm, bəlkə ondan yazaq. Deməli, birincisi, ifadə mənfi olması üçün biri müsbət, biri mənfi olmalıdır, ya da biri mənfi, biri müsbət. Deməli, bir dəfə yazıram ki, birinci hal. Modulda x minus 2 müsbətdir, böyükdür 0-dan. Bunda olur modulda x böyükdür 2-dən. X də böyük olacaq nə? Böyük bərabərdir. Böyük bərabər olacaq 2-dən, kiçik bərabər olacaq mənfi 2-dən. Bu 1. İkincisi, nə edirik? Bəs. Bir də bu hissəni. 2x plus x minus 6 0-dan kiçikdir. Bunun da kökləri nə idi? Dedik, bir kökü mənfi 2, bir kökü 1,5-dir. O zaman olacaq mənfi 2, 1,5-də müsbət, mənfi, müsbət. Bunun cavabı bu tərəfdə. Birinci halda. Mənfi sonsuzluq, mənfi 2, birləşir 2, müsbət sonsuzluq. Burada da aşağıda da mənfi 2, 1,5. Hər ikisində nə var? Mənfi 2. Biz bu mənfi 2-ni tapdıq. Keçək ikinciyə. Deyirəm ki, bir dəfə. X modulda x minus 2 0-dan kiçikdir. 2x plus x minus 6 0-dan böyükdür. Burada da bu x olacaq o zaman. X bir dəfə açıram ki, çıx 2 kiçikdir 0-dan. X kiçikdir 2-dən. Bir dəfə də yazıram ki, x minus 2 böyük bərabər 0-dan, x böyük bərabər 2-dən. Bunun da aralığı olacaq o zaman mənfi 2-dən 2-yə kimi. Bu hissəni də işləyəndə yenə bunun kökü mənfi 2-dən 1,5-dir. Arağı çəkirəm, mənfi 2-ni 1,5 qeyd edirəm. Müsbət, mənfi, müsbət, müsbət olan hissə mənfi sonsuzluqdan mənfi 2-yə birləşir 1,5-dən müsbət sonsuzluğa. Bu ikisini də bir-birindən kəsişdirəndə olacaq cavab mənfi 2 var hər ikisində, mənfi 2 götürüləcək və 1,5 ilə 2 arası götürüləcək. Yəni, bax, belə çəkirik. Mənfi 2, 2. Bir də var, mənfi 2-dən 1,5-ə, 1,5 buradadır. Əssalam. Deməli, bir dəqiqə. Belə. 1,5-dən 2-yə kimi. Hər ikisinə aid olduğu mənfi 2 var. Və bir də birləşsin. Nə var? 1,5, 2 aralıq. Bitdi. Keçək 37-38. İndi uşaqlar, keçək 37-də deyək ki, modulda x çıxılsın 2, b çıx 4 böyükdür a kvadratı minus 10a plus 5 a minus 5-in kvadratı deməkdir. İndi bax, bir şey diqqət edin. Bu hissə var ha. Mənfi sonsuzluq 2 birləşir 2 müsbət sonsuzluq. Bu o deməkdir ki, bizim bu tərəfimiz 0 olmalıdır. Burada da cavab 2 olmalıdır ki, belə olsun. Modulda x minus 2 böyükdür 0-dan, x minus 2 bir dəfə böyükdür 0-dan, x minus 2 bir dəfə kiçikdir 0-dan, x böyükdür 2-dən, x kiçikdir mənfi, x kiçikdir 2-dən. Bax, bunun cavabı budur. Ona görə də bir dəfə mən yazıram 2b minus 4 bərabərdir 2-yə, 2b bərabərdir 6-ya, b də bərabərdir 3-ə, bir dəfə də a minus 5 bərabərdir 0-a, a da bərabərdir 5-ə. AB cəmini istəyirsə 3 üstə gəlsin, 5 bərabərdir 8-ə. Aşağıda da bunun kimidir. Yazacağıq x çıxılsın 2b minus 6 böyükdür a minus 4-ün kvadratından. Bura 0 olmalıdır, burada 4 olmalıdır. 2b minus 6 bərabər 4-ə, 2b bərabərdir 10-a, b də bərabərdir 5-ə. A minus 4 bərabər 0-a, a bərabər 4-ə. AB cəmini istəyir, cavab olacaq 9.
Belə uşaqlar sualları yekunlaşdırdıq. Növbəti bölmədə görüşəndək